Gender bərabərliyinin pozulması, stigmalar, regionlardakı miflər, stereotiplər, təhsilsizlik, cahillik, dırnaqarası dəyərlər, bunlar istiqamətində qızların, qadınların hüquqlarının pozulmasının dönə-dönə şahidi olurduq. Matrix Akademi və Azərbaycan Uşaqlar İctimai Birliyinin 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xüsusi buraxılışına xoş gəlmisiniz. Siz də xoş gəlmisiniz Kəmaya xanım. Xoş gördük Nigar xanım. Kəmaya xanım, Azərbaycan Uşaqlar İctimai Birliyinə illər ərzində minlərlə xanım, qızlar, uşaqlar müraciət ediblər. Daha çox hansı ailə problemlər, situasiyalarla qarşılaşan qızlarla bu illər ərzində qarşılaşmısınız? Bu buraxılışı bizimlə etdiyiniz üçün ilk öncə təşəkkürümü bildirirəm. Elə 8 Mart Beynəlxalq Qadınlar, Analar Günü münasibəti ilə bütün xanımları təbrik edirəm. Sağlıqlı, ədalətli həyat sürməyə arzulayıram. Biz uşaq və yeniyetmələrin hüquq maraqlarını qorumaq istiqamətində fəaliyyətimizi formalaşdırmışıq. Bu illər ərzində minlərlə təkcə qızlar, qadınlar deyil, eyni zamanda oğlanlar, yeniyetmələr də olub. Sadəcə biz artıq statistika ilə qəbul elədiyimiz uşaqların cinsinə uyğun baxıb gördük ki, ən çox müraciətlər qızlarla bağlıdır. Reabilitasiya işimizdə ən böyük uğurumuz təhsildir. Özünüz də maksimum çalışırsınız ki, daha çox gənc, daha çox uşaqlar təhsillə davam eləsinlər. Məsələn, Matrixlə. Biz Matrixlə neçə ildir artıq bir yerdəyik. Yay kampımızı da bir yerdə eləmişik. Uşaqlarımızın təhsilə cəlb olunması, daha çox sizin fəaliyyət istiqamətində formalaşmasında, qızlarımızın yetişməsində rolunuz olub. Bu da təhsildir. Bu da onun bir bacarıqlarının inkişafı idi. Bizim üçün hazırladığınız sayt orada kim idi? Orada da uşaqların hüquqlarının müdafiəsi idi. Real müşahidəçisi olmuşuq ki, neçə dənə gənc olub ki, bizə təhsil alıblar. Yəni vaxtı-vaxtında dərslərə gəliblər, onların gətirilməsi olsun, aparılması olsun, hamısı öz hesabınıza, yəni bunların hər birini reallaşdırmısınız. Bu özü belə böyük bir təşəbbüsdür, dəstəkdir onların gələcəyinə.